Bəzən universitet planlamasını etdiyimiz və izləmədə olan tələbələrimizdən, valideynlərindən belə istəklər gəlir. Sertifikat şəkli atırlar və soruşurlar. Vəsaiq xanım, sizcə bu sertifikat bizim planlamamız üçün uyğundur? Bu sertifikatı alaq və ya bu kursa gedək? Bunun cavabı birmənalı şəkildə cavabı hə və ya yox şəklində deyil. Daha öncəki videolarda mən əslində paylaşmışdım ki, bəli, hər hansı məktəbdənkənar fəaliyyət olmadan da Avropa və Asiya universitetlərində, hətta Amerikanın bəzi universitetlərində də qəbul ala bilərsinizmi? Bəli, ala bilərsiniz. Yəni ifadə etməyə çalışdığım budur ki, bu məktəbdənkənar fəaliyyətləri sertifikat üçün deyil, tələbənin şəxsi inkişafına nə qədər təsir olacaq, o konseptdə dəyərləndirmək, o konseptdə planlamaq lazımdır. Tələbənin müraciət prosesində sertifikata ehtiyac yoxdur, fəaliyyətə ehtiyac yoxdur, amma bu o demək deyil ki, o məktəbdən kənar fəaliyyətlərdə iştirak etməməlidir. Təbii ki, iştirak etməlidir. Çünki tələbənin uğurlu olması onun şəxsi olaraq inkişafı üçün də çox vacibdir. Tələbə özünün nə qədər fərqindədir, zəif tərəflərinin nə qədər fərqindədir, güclü tərəflərini bilirmi, ətrafın fərqindədirmi, hər hansı problemlərə həll yolu təklif edə bilirmi və həmçinin özünü ifadə edə bilirmi? Bu bacarıqları formalaşdırmaq üçün kimin hansı fəaliyyətə ehtiyacı varsa, fəaliyyət planlaması, yəni sertifikat planlaması bu üzrə olmalıdır. Yəni fəaliyyətlər universitet aplikasiya prosesində göstərmək üçün deyil, həqiqətən tələbənin inkişafı üçün planlanmalıdır. Çünki universitetin qəbulu zamanı ehtiyac olmasa da, universitet bir imkandır. Siz o imkanı ona təqdim edirsiniz. Amma o imkanlardan təqdim etmək artıq az öncə dediyim şəxsi keyfiyyətlərlə ortaya çıxır. Bəli, çox yaxşı bir mühitə qəbul olubdur Edinburgh Universitetinə. Ancaq tələbə imkanlardan istifadə edə bilmir. Analiz edib professorla yaxşı münasibət qurması gərəkdiyini, yaxşı münasibət qurmaq üçün hansı bacarıqların olması gərəkdiyini bilmirsə, o sadəcə orada gedib 4 il oxuyub, yenə qayıdıb geri gələcək və universitetin ona təqdim etdiyi imkanlardan, networking fəaliyyətlərindən, intern fəaliyyətlərindən istifadə edə bilməyəcək. Və bu da prosesin uğurlu nəticələnməsi üçün əngəl törədəcək. Buna görə məktəbdən kənardan fəaliyyətlər çox vacibdir, lazımdır. Bunu edərkən şuurlu və bilinçli şəkildə etmək lazımdır ki, biz bunu aplikasiyada göstərmək üçün deyil, evladımızın və yaxud da ki, tələbənin özünün şəxsi inkişafı üçün edirik.